deməli, Dandelion şirkətinə öz minnətdarlığımı bildirirəm. Ayağıma görə ayaq tutub danışmıram da, özür hesab edərsiniz. Yox, ehtiyac yoxdur. Hə, deməli, bu Dandelion şirkəti elə bir şirkətdir ki, dünyanın heç bir ölkəsində bunu əvəz edən bir şey ola bilməz. Mən Vizinlə də işləmişəm, Foğofla da işləmişəm, sonra Tianşi ilə də işləmişəm, sonra başqa şirkətlər də var da, işləmişəm onlardan. Amma bunda gördüyüm nəticəni, keyfiyyəti, xəstələrin refah halının yüksək olmasını heç bir şirkətdə görməmişəm. Bu, bizim Dandelion şirkətində bizim Magnin vodorodumuz əvəz olunmaz bir preparatdır. Ona görə ki, bunu mən preparat deyə bilərəm. Dərman maddəsidir, düzdür, bitki mənşəlidir, amma dərman maddəsi deməyə ürəkdən haqq qazandırıram. Ona görə ki, mən birinci bu effekti özümdə görmüşəm. Bu Magni vodorod, deməli, orqanizmin tamamilə su balansını tənzim edir. Sonra, gözəl antioksidantdır. Gözəl, nətər deyirlər, orqanizmin maye balansını tənzim edilməsi nədir? Su balansı az olanda mübadilə prosesi pozulur. Orqanizmdə beyin qan dövranında hipoksiya yaranır. Hipoksiya nədir? Beynin oksigensizləşməsi, qan təsisatının pozulması. Qan təsisatda pozulanda orqanizmdə hər bir toxumalarda, hüceyrələrdə suyun miqdarı çatmadıqda çox gərginlik yaranır. Bu Magni vodorodun tərkibində 300 ferment var. Bu 300 ferment nə edir? Deməli, həm spazmolitik təsir edir, həm antioksidant təsir edir. Spazmolitik, yəni bütün hüceyrələrdə harada narahatçılıq varsa, spazmı götürəndə, damarların divarı su balansına tənzim olunanda, bunlar genişlənəndə, bəli, qan normallaşır, qan qatlaşmasının qabağını alır, tromblaşmanın qabağını alır, ürək damar sistemində qidalanmanı normallaşdırır, mübadilə prosesini yaxşılaşdırır, sonra hüceyrələrin qanla təsisatını tam demək olar ki, təmin edir. Heç bir başqa firmalarda belə Dandelion firmasına aid olan su balansının tənzimlənməsi, qanla təsisatının olmasını mən heç bir yerdə görməmişəm. Sonra ürək damar sisteminin fəaliyyətini normallaşdırmaqda nədir? Damarların divarında adətən kiləşləşmə olur da. Əksər xəstələr görürsən ki, ürək narahatçılığı olur. Bunlarda sinus aritmiyası olur. Aritmiya, yəni vurur nəbzin, fasilə verir, dayanır, təzdən vurur. Sonra sinus aritmiyasını müalicə eləməyəndə keçir taxikardiyaya. Taxikardiyada nəbzin sayının normadan çox olmasıdır. Nəbzin sayı normada 60-90 arasıdır. 90-dan yuxarı keçəndə bu sayılır taxikardiya. Taxikardiya müalicə eləməyəndə keçir paroksizmal taxikardiya. Paroksizmdə ürək fəaliyyətinin deməli, nətər deyirlər, çırpınmasıdır. Çırpınaraq vurğuların sayını saymaq qeyri mümkün olur. Əgər bunu tez müalicə olunmasa, onda ölümlə nəticələnə bilir. Ona görə Magni vodorodun qəbul edilməsi, baxın, hər hansı bir xəstəlikdə qəbul edilməsi sinus aritmiyasını, ondan sonra taxikardiyanı, paroksimal taxikardiyanı hamısını aradan qaldırır. Daha əməliyyata gedəsi olan bir adam Magni vodorodu qəbul edib normal qaydada eləsə əməliyyatdan uzaq ola bilər. Sonra tənəffüs sistemini tənzimləyir. Tənəffüs sistemi nədir? Ağciyərlərin ventilyasiyasıdır. Ventilyasiya nədir? Toxumaların nəfəs ki alırıq, oksigenlə təchizatının təmin olunması. Bronxlarda spazm olanda tənəffüs pozğunluğu yaranır. Sonra qanla təchizatı orada da pozulur. Koronalar keçirən xəstələrdə koronaların qalıq əlamətini bu çox qəşəng müalicə edir. Hal-hazırda eksudativ plevritlər olanda, koronanın qalıq əlamətləri, xroniki bronxitlər olanda bunların hamısında bunun gözəl effekti var. Xroniki bronxit özü nədir? Bir neçə dəfə qrip oluruq, məsələn, əhəmiyyət vermirik, sonra öskürürük, deyirik, keçdi, getdi. Elə bronxlarda qalıq əlaməti qalır, xroniki hala keçir. Çox əhəmiyyət verməyəndə də bronxit kəskinləşir, kəskinləşəndən sonra da bir neçə dəfə təkrarlananda keçir xroniki hala. Xroniki haldakı ömürlük yoldaş olur adama. Ona görə, yəni heç bir dərman maddəsi müvəqqəti müalicə edir, amma xroniki bronxiti aradan qaldırmır. Bu ki, koronanın o buzlaşması ki var idi, onun qalıq əlamətini götürürsə, bunun deməli
dəyəri çox belə yüksəklərdədir də, qiymətləndirmək lazımdır. Sonra qan təzyiqinin normallaşmasında, beyin qan dövranında insultun qabağını alır. İnsultdan sonraki vəziyyətin müalicəsində, insultdan qabaqki vəziyyətdə beynin qidalanmasının qanla təchizatını təmin edir. Sonra hər hansı bir nahiyədə, məsələn, insult keçirirsə, paraliz olan nahiyə varsa beyin nahiyəsində, o nahiyənin ola bilər ki, görmə mərkəzinə yaxın olsun, görmə mərkəzinin normallaşmasını təmin edir. Beyin qan dövranını yenə də tənzimləyir, şəkəri normaya salır, qan təzyiqini normaya salır. Sonra bütün gərginlikləri aradan götürür. Sonra əsəbi xəstələrdə gərginliyi aradan götürür, yuxunu normallaşdırır, ürəyin qidalanmasını tam yaxşılaşdırır. Aşağı ətraflarda, artritdə, artrozlarda, oynaq əzələ sistemində, dayaq hərəkət sistemində, hərəkət sisteminin hərəkət funksiyasını tam tənzimləyir, hərəkətin aktivliyini fəallaşdırır. Bunun tərkibinin belə olması nə? Bizim Mendeleyev kimyadan da keçmişik. Mendeleyevin cədvəli var. Onun tərkibində olan bütün dərmanlar nədir? Kalsidir, kalidir, dəmirdir, ferrindir, fosfordur, bütünlər, kupru, hamısı bunlar onun tərkibində var. Ona görə də bunun keyfiyyəti əvəzsizdir. Sonra bütün qarın boşluğu orqanlarında, bağırsaqlarda spazm olanda, bir bağırsaq yarası olanda ehtiyatlı olmaq lazımdır. Bunlarda yəni sağalandan sonra çapı toxuma əmələ gələndə vermək məsləhətlidir. Sonra bağırsaqlarda köp şəklində narahatçılıq olanda, ən çox spazm olanda köp əmələ gətirir. Öd kisəsində problem, iltihabı prosesi olanda, qaraciyərdə hər hansı bir məsələn hepatosteatoz olur, piylənmə olur. Orqanların piylənməsində bunun fəaliyyəti böyükdür. Yəni mən şəxsən özümdə 3-cü dərəcə məndə hepatosteatoz idi. Məndə indi 1-ci dərəcədir. Özüm bunu mən bura gəldiyim neçə gündür müalicədə idim. Müalicə yox, müayinədə. Getdim, qarın boşluğunun kontrastlı ultrasəs müayinəsini elətdirdim. Prosta hər ehtimala qarşı ki, düzdür, Gəncədə olunmuşdum mən. UZI-dən də keçdim, başqa biokimyəvi ven analizlərinə də verdim. Həmin analizlərin normallaşdığını mən gördüm orada. Cüzi fərq var idi analizlərdə. Cüzi fərq var idi. Yaxşılaşmağa doğru da, yəni yaxşılaşmış da, az idi narahatçılıq. Sonra gəldim Medera hospitala. Burada getdim, kontrastlı maddə elədim qarın boşluğunu, həm də ultrasəs müayinəsi, hər ikisi kontrastlı maddə ilə. Mən çox belə UZI normal göstərməyinə baxmayaraq Gəncədə, ara sıra sancılar olurdu. Dedim ki, görün bu nədir səbəbi, ona görə düzü keçdim. Dedim birdən İraq olsun, bağırsaqlarda polip olar, sonra xoralı kolitlər olar, nə bilim nə olar, bax bunlara görə. Allahın birliyinə şükür, elə bir şey çıxmadı. Bir balaca, məndə prosta bizdə həyat evidir, tez-tez çıxırıq da, həyat azıda. Yüngülvari soyuqlama var, limfa vəzinin, 2 dənə limfa vəzində elə yüngül soyuqlama var. Bu da bağlayan qabağında nədir ki? Keçib gedəcəkdir. İnşallah Allahın izni ilə. Hələ məni desəm ki, nədir? Bir an stresə saldı, düşmədim stresə. Prosta həkimlə əməlli başlı dəyişdim. Niyə? Bilirsiniz ki, Xoşqədəmin verilişində Ramin Məmmədov, Bağırov, Türkiyədə təhsil almışdı. Baxıbdı KT-nin cavabına, hamısını da gətirmişəm, ver olar mənə. KT-nin cavabına baxır, 2 dənə limfa vəzi bölübdür. Deyir ki, sən mütləq getməlisən, ximya almalısan. Dayandım belə. Deyirəm, doktor, mən də həkiməm, 35 il hospitalda işləmişəm Gəncədə, indi də apro laboratoriyada işləyirəm. Limfa vəzinin böyüməsindən nə əsasa deyirsiniz ki, mən ximiyaya gedim? Yox, sən ximiyaya getməsən, sonra sənin üçün ağırlaşacaq, onda nasılqada gəlirsə. Dedim, bu birinci həkim danışığı deyil. Həkim xəstəyə ruh yüksəkliyi verməlidir. Deməli deyil ki, sən beləsən, səniz. Lap nəyi də varsa, xəstəyə güvənlik verməlidir. Xəstənin güvənli olması bizim üçün böyük bir şərtdir. Xəstə özünə güvənirsə, o xəstəliklər hamısı arxada qalır. Dedim, mən getməyəcəm. Dedi, sən getməsən sənə çətin olacaq. Dedim, mənə çətin olmayacaqdır. Mən sizin müalicə metodum varsa, nəysə varsa siz yazın. Yoxdursa, mən ximya məsləhət görsəniz də gedəsi deyiləm, mənlik deyil. Yox, sən getməsin. Sonra mənə dedi ki, Medmus'un professoru var.
Mednus'un professoru var, Cəlil doktordur, Meteor Hospitalda işləyir, 45 il orada işləyir. O da onkologdur. Dedi ki, gedin onunla məsləhətləşin. Gəldim, o da dedi ki, siz özünüz, mən saydım nə müalicələr eləmişəm, mən asidef fraksiyası, eşitmişsiniz də yəqin ki onu, asidef fraksiyası eşitmişsiniz. Hə, bax, hal-hazırda da 20-ci kursun içindəyim, onu qəbul edirəm. 5 damcıdan başlayıram, 20 damcıda tamamlayıram, 20-dən yenə azalda düşürəm aşağı. 5-dən başlayıb artırıram, sonra 20-dən sonra yenə azaldıb düşürəm 5 damcıya. Bunu Magni Vodorod'u dayanmadan içirəm, dayanmadan. Mən, bizim Fərdə xanım da bilir, İsrafil mən də bilir ki, mən aksiyamız olanda çox götürdüm. Keçdim 6 kapsulaya, 2 səhər, 2 gün orta, 2 axşam. Elə də davam elədim. Getdim özündən keçəndən sonra düşdüm 4 kapsulaya. İndi ikisini səhər içirəm, ikisini axşam. Baxacaq vəziyyətə. Əgər ki olsa, bəlkə ki 6-ya keçdim. Yəni, mən özümdə rahatçılıq, yüngüllük, çox şükür Allahın birliyinə. Məndə demişlər ki, sirroz keçifdir, metastaz verir, 4-cü dərəcə qoymuşdu. Öd kisəsinin diferensiyasiya olunmayan adenokarsinoması. Mednus'un laboratoriyasında, bax, buradadır. Mednus'un laboratoriyasında deyinə. Hə. Maraqlansanız verə bilərəm. Onların şəkillərini çəkərik sonra. Hə, bunları çəkərsiniz. Hə, bax, burada əkilmiş biopsiyanın cavabıdır burada, məndə. Əməliyyatdan 20 gün sonra. Sonra, ondan sonra keçmişəm UZI-dən 6 aydan sonra, bax, burada təkrar. 1-ci dərəcəli hepatosteatoz qalıbdır, qaraciyər zad, hamısı norma həddindədir, elə bir şey yoxdur. Burada biokimyəvi analizlərdir. Bir dənə burada vitamin D-də bir balaca narahatçılıq var, o da bizim maqnimizin içində var, hamısı rahatdır. Sonra bir də aproda təkrar ağır içində keçdim, bura gəldim. Burada da tam rahat olmaq üçün kontrastlı maddəyə özüm getdim ki, tam əlim bulağın üzrə qoyum, bilin ki, rahatçılıqdır. Bax, bu mənim öz müalicəm. Sonra bundan aldığım effektlərdən xəstələr hal-hazırda bir dənə gəncədə ağır nefrit var, ağır nefrit. Sidik cöfəri kreatinin 6 tam nə qədər, normada 11-ə qədərdir sidik cöfəri. Bilsiz hara çıxmışdır, bundan istifadə edibdir. Sonra bitki dəmləmələri vermişəm onun üçün. Elə fraksiyanın özünü də vermişəm, rejim vermişəm qəti surətdə, böyrəyə aid olan rejimləri ki, hansı olar, duzlu şeylər olmaz, çox maye qəbul eləməməlidir, eləyər, ancaq ki, sidik ifrazı normal olsa. Sidik cöfəri, başqa kimyəvi dərmanlar da yazmışam, onlarla bərabər. İndi xəstə mənim adımı mənim mələyim qoyuşdu. Telefonda elə yazıb, mənim mələyim. Nəysə, bir gün danışmayanda darıxır məndən ötürü. Ondan sonra xəstəm var, deməli, mən özümlə bərabər bu müalicələri başa çatdırdım, bitirdim, amma mən maqnidən əl çəkəsi deyiləm. Mən nə qədər ki, canlı can sağlığı var, şükür Allah, həm artritə, oynaqlarda yiyilmənə, artrozu, xronik glomerulonefrit, böyrək parenximasının tam iltihablaşması, çirklənməsi deməkdir. Onu müalicə edirsə, deməli, bunun dəyəri yoxdur da, qiyməti yoxdur, heç qarda əvəz olunmayan bir dərman vasitəsidir bizim üçün. Sonra sistitlərdə, xronik sistitlərdə sidik hissəsinin divarının qalınlığı normada 3 mm bir də görsən gəlir qalxır 7 mm, 6 mm, 2 dəfə qalınlaşma. Onlara kömək edir, kömək edəndə əməli başlı müalicə edir. Sonra prostat vəzinin adenomasında, sonra prostatitdə çox gözəl effektlər verir. Mənim bir nəfər xəstəm var, Gəncədə, deməli, dilində, Gülçini tam buradan, dilində görsəniz möcüzə olacaqdır. Dildə, deməli, normada bir durduğu adi vəziyyətdə durur da, dilin alt səthində, qoz boyda İraq özünüzdən şişkinlik. Gəldi Bakıdan onkoloji mərkəzdə təsdiq olundu dilin rakı. 4-cü dərəcə qoydular. O gəldi buna da bacısı müraciət elədi, eşitmişdi məni. Sonra mənim medsestram olubdu. Hospitalda işləyir hal-hazırda. O, baxdım, evimizə gəldilər. Mən başladım buna müalicəni. Siz inanırsınızmı ki, dil belə dik durmuşdu da, düz durmaq əvəzinə. Şiş elə ki, danışa bilmirdi, loğalaqlanırdı dili. Özdə sigaret çəkir. Hələ sigareti tərk etməyibdir, amma verdiyim diyetanı tam
yerinə yetirir. Dərmanları, hamısını necə lazımdır qəbul edir. Maqni vodorodu da. Onlar da Fərdə xanım bilir, alıblar, neçə kurs alıblar, hələ də davam edirlər. Siqareti tərk etsə vapşi heç qalmaz. İndi inansız darı dənəsi boyda qalıbdır. İndi onu tapa bildim, ver mənə. Bacısıyla danışıram hər tez-tez onu. Baxa bilərsiniz, bunu nə bilim, nəfər çəkir. Getdi yəni. Baxın ona bir-bir hamınız baxın. Sonra çəksin danışalım. Hamınızın üstünüzə canınıza sağlıq. Dəhşətdir. Doğrudan dəhşətdir. Görən belə bir təhər olur. Ona görə biraz panik adamları çox göstərmirəm mən onu. İndi o darı dənəsi burada qalıbdır. Tam normal danışır. Bacısı elə deyir. Yeməyə yerində. Hələ rejimə qulaq asan deyil, dəhşət dərəcədə. Siqareti başlayır tərdiyin. Tərdisi heç nə qalmazdı. Sonra ver bir dənə də orada süd vəzisi olan tapın. Qalariyaya gir. Sonra süd vəzisində Nüşabə xanım deyiləm. Allah qoysa Gəncədə olanda onları gətirəcəm. Allah qoysun. Nüşabə xanımda da üzr istəyirəm sizdən qatqa. Sol tərəfdə süd vəzisində kistaların saymadım. Sayılaq çoxdur. Bilmirəm. Özü deyirdi yayılıb sinə boyu. Deməli, sol tərəfdədir. Döş sümüyünü keçmişdi sağa. Sağ süd vəzisində yarısını götürmüşdü. Bax, elə bil ki, o yıxılır, hematoma olur insan, qapqara qaralmış. O vəziyyətdə sinəsi bərkimiş halda mən palpasiya elədim, daş kimi ağrılır, tənəffüs alanda, nəfəs alanda da ağrıydı bu adamda. Özüm evimizə gəlmişdi. Baxdım, özdə belə o qədər şişkinləşibdi ki, daş kimidir. Yavaş-yavaş da çirk axmağa başlayırdı, irinli çirk, qanlı. Mən onu hələ 10 gün kurs müalicə keçəndən sonra yadıma düşdü çəkdiyini, birincini çəkməmişdim. Təzdən onu müalicə verdim, dediyim qaydada o da brokoliden istifadə edir, bala qabaqdan, qara çörəkdən, Gerkules qaşası, ağ çörək sadı yemir, tapa bildin? Onlardan istifadə elədi. İndi maqni vodoroddan sonra... Doktor, maqnini gündə neçə dəfə verirdiniz Nüşabə xanım? 2 gün 2-2 verdim, səhər axşam, yeməkdən yarım saat sonra. Sonra 3 gün 3-3 verdim. 3-3-lə də davam edirdi, mən yaxşı köməkli çatdıra bilmirəm. Alıb çatdıra bilmirəm. Mən ona verdim, amma razılaşa bilmədi. Cibinə görə də bir pensiya alır da, oğlu da 2-3 uşaq var, işləmir, elə belə dərzli edir. Nəysə, indi mən onu da çəkmişəm. Yox, gəldim. Yok, ben kulak asayım sonra sərtəyəm. Oldu. Oldu. Baxırsınız. Birini çəksin, yoxsa birini çəkirsiniz. Yox, sonra göndərərsiniz də o şeyləri. Üç yerdə çəkmişəm. Biraz azalandan sonra. İndi deməli döş sümüyündən keçibdi solda sinə də təmiz çəkilib şişi. Elə bir ki, göyərtisi gedibdi, daş kimi olmağı gedibdi. İrinli qanlı çirk çox axdı, üstünüzə canınıza sağlıq. Hal-hazırda azalıbdı, şişlər də azalıbdı, balacalanıbdı, ağrılar da azalıbdı. Amma hələ davam edir, müalicəsi davam edir. İndi bir də bunu tam sağalandan sonra, sağalmasa da sonraki mərhələdə hələ biraz uzun gedəcək bu müalicəsi. Onu da çəkəcəm. Bir dənə baxın, zəhmət olmasa. Görün nə vəziyyətləri. Göstərməyin, eləsə göstərməyin. Nəysə, bu da bir xəstəm. Sonra Üçtəpə tərəfdə var, Gəncədə. Orada da yenə süd vəzisində problem var idi, o da yaxşılaşıbdı. Sonra burada əl-quzu var idi, adına məhdər qaldıq. Deməli, boyun limfa vəzləri o dərəcədə şişmişdi ki, boyun bilmirdin ki, belə bilinmirdi da, şiş qalxmışdı qulaqlarına kimi. Boyunla bərabər o vəziyyətdə. Mən buna, ola da 2-3 dəfə alıblar. 3 dəfə alıblar, 1 dəfə alıblar, bunlar. Ondan sonra onu da verdim, həmin rejimə müalicələri. Sonra biraz limfamiyazot var, xeyli dərmanıdır. Ondan vermişəm damcı şəklində, yəni o limfa vəzlərinə çox kömək eləyir.
Hə, ondan sonra o təmiz çəkildi. Bir dəfə ximya götürmüşdü. Yoldaşı deyir ki, heç indi qalmayıbdı, o da siqaret tərk etmir. Tərk etsə yaxşı olar. O da yaxşılaşıbdı. Neçə dənə yenə Gəncədə yenə xəstələrim var. Əlquzu Gəncədəndir, hə? Bəli. Burada yaşayırlar. Yox, hə. Burada. Gəncə Əhmədlidə. Ay, sağ ol, hə. Tanıyıram ailəni, hə. Yaxşı, mən olmuşam. Maya kim? Hə, olmuşam orada. Gədəbəylidirlər. Hə. Hə, Gədəbəy. Yoldaşı da özdə. Qızlar da elə bir ki, öz xalası oğlanlarına verdilər hamısını. Hə, bax belə. O indi dedi ki, mən ximiyaya bir dəfə getmişəm, ölsəm də ayağımı qoymaram ora. Biraz bir kimya dərmanlardan verdim macə bir kurs, sonra başladılar buna, udarlı dozalarla. Onlar da bir neçə dəfə aldılar. Bax, bu qədər, sonra yenə Gəncədə çoxdur. Hə, mədə yarısı. Ceyhun yadından. Sonra Ceyhun gəldi. Ceyhun yelkənin yadından çıxıb. Hə, Ceyhunun mamasında deməli 4 dənə yaradı məndə, 3 dənə yara mədədə, bir dənə 12 barmaq bağırsaqda. Çapıqlaşma mərhələsidir, vermişdim malzəməni. Çapıqlaşıqdır indi. Amma 4-cü dərəcə rak, yenə onda da qeyd olunur, hamımızın üstünüzə sağlıq olsun birgə. Hə, onda özdə qanaxma o qədər olmuşdu ki, hemoqlobin emmişdi təmiz. Maqni-vodorod hemoqlobini də qaldırır. Çox gözəl təsir edir. Hə, onu da vermişəm, o da rejimdədir. Zəng eləyir, məndən icazəsiz filan şey edeyim, filan şey olar, nə olar, mən nədən istifadə edeyim, çıxmırlar rejimdən. Rejimə qulaq asan xəstə gözümün dostudur da. Ondan sonra bir nəfər yenə evimizə gəlmişdi, Şərkirin kəndindən, Qılışbəlidən, həkimlər də var idi. Yaxın durmadılar, istəmədilər, dedi ölsün də qəbul eləmərəm, heç birini eləmədi də üstümüzə canlı sağlıq, Allah bilən məsləhətdir. Qızı hələ də deyir ki, papam qulaq asmadı, heç nə istəmədi, ona görə də rəhmətə getdi. Bir nəfər o, vəssalam. Qalan müalicələr bir də stansiya Mingəçevir tərəfdə. Onlar gecikdirmişlər, özləri gecikdirmişlər. Onlarda da gecikdirmiş qalında nəysə. Şükür Allaha, mən Maqni-vodoroda, Dandelion firmasına olduqca minnətdaram, olduqca təşəkkür edirəm. Çox şadam ki, belə bir bizim ofisimiz var, belə bir firmamız var. Biz bununla fəxr edə bilərik. Allah qoysa, müdiriyyət gələndə, rəhbərlik gələndə istəyirəm ki, hamımız bir yerdə olaq. İnşallah olacaq, yaxın zamanlarda. Gəncədən məsafə uzaq olsa da ürəklər yaxın olsun. İnşallah. Allah qoysa, Gəncə görüşlərində də indi kim gəlmək istəyər? Görüşəcək inşallah. Çox sağ olun. Biz də sizə təşəkkür edirik. Belə gözəl məlumatlara görə. Çox sağ olun doktor. Çox sağ olun. Bir dənə sual. Buyurun işte. Bu əlavə, mənim bu kiçik qardaşım da zaten öz hissəsini götürürlər. Bu da belə yiyən adam da, belə dağ adamıdır. Gözləmir. Yox, gözləmir deyil, hələ təzə olur. Deyir ki, mən o qədər qadağa qoyumlar ki, daha belə olmadı, heç nə, başda heç nə yemirlər. Elə deyiblər ona. O, yiyə bilərmi müəyyən şeylər zat belə normal? Narahatçılığı var. Əməliyyat nə vaxt olmuşdur? Bir ay olur. Yox, hələ bir 6 ay gözləməm vaxt qardaş. 6 ay gözləməm. Heç nə yeməsin. Niyə heç nə yeməsin ki? Bax, səhərlər yiyəcəkdir, mən öz rejimmən də olmuşam da. Səhərlər yiyəcək gerçəli sitaşası. Hər gün yiyəcəkdir, istədi istəmədi. Çünki mədə bağırsaq normada olmalıdır. Sonra nəhrə yağı ilə bal yeyə bilər. Şəkəri yoxdur ki. Şəkər olsa da bir çay qaşığı bal şəkərə dərmanda. Sonra 2 dənə yumurta yeyə bilər. Heç nə deyil, səhər adam da nə yiyər daha. Sonra saat 11-də zadda brokoli yiyəcəkdir. Sonra bal qabaq. Ya sokunu istifadə edəcək, ya da ki doğrayıb sok əzib meyvəsini da yiyəcəkdir. Bəzi adamlar məsələn indi hələ düyü olmaz ona, pişirəndə düyü zad da pişirlər, çox qəşəng olur. Ondan sonra suplardan bax, cücə supu yiyəcəkdir. Balıq soyutması yiyəcəkdir. Parnoy olacaq, qızartma olmayacaqdır ona. Ondan sonra parnoy kotlet yeyə bilər. Sonra hinduşkan ətindən, kələm dolması eləsinlər, hinduşkanı boğlama kimi eləsin, keç ətini boğlama eləsin. Bunlar yemək deyil. Qəşəng yeməkdir. Çox qəşəng yeməkdir. Sizlə danışdınız, mənim ağzım sulandı. Vallahi, bu diyetlə, bu xəstəliklər sağalır. Mən özümüz görürəm gözüm qabağım. Bilir də Fərdə xanım, İsrafil müəllim ki, mən nə haldaydım.
Şükür Allah'ın Çok emeğinə. şükür doktor, çok şükür. Mən Oldu, doğrudan çox sağ ol. özümü çox rahat, güman hiss edirəm. Şükür ilahim Şükür. bilirəm. Mesela. Allahıma minnətdaram. Allah Birinci böyükdür. Allah, ikinci de bir güzel Allah mesullar. böyükdür. Birinci əlimi atanda Allah'ım çağırırım ki, Evet. Allah böyükdür. Köməkçi, nədir, səbəbkar Allahdır, biz də köməkçiyik. Evet. Bəli. Sonra da bu Dandelion firması əvəz olunmaz bir belə gözəl məhsulları olan bir firmadır. Buna mən heç firmada yox, belə xəstəliklərin şahı deyərdim buna. Çaresi değil. Vallahi çarəsi deyərdim. Doğrudan da belədir. Hə, ondan sonra bax belə 6 ay gözləsin. Bu yeməklərlə dura bilər də mənə. Sonra onlar Çox- şark yeməkləri bunlar. Hə, karamel konfetdən çay içə bilər.